Mərkəzi Bankın açıqladığı sonuncu məlumata görə Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 13,65% olub. Yenavaz.com xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi son bir ildə 0,91% bəndə artıb. Qeyd edək ki, ötən ilin iyun ayının əvvəlinə olan məlumatda göstərilib ki, kreditlər üzrə orta faiz dərəcəsi 12,74% olub. Qeyd edək ki, son bir ildə milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 14,40%-dən 15,4%-ə, xarici valyutada verilən kreditlər üzrə faiz dərəcəsi isə 5,34%-dən 5,66%-ə yüksəlib. Və burada verilən kreditlər üzrə orta faiz dərəcəsi 12,29% olub. Regionlarda isə kredit faizləri daha yüksək olub. Ən yüksək kredit faizi Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb, 19,74%. Ən aşağı kredit faizi isə Naxçıvan iqtisadi rayonunda olub. Naxçıvanda kreditlər üzrə orta faiz dərəcəsi 14,84% təşkil edib.